Salam, əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Manna dövləti. Manna dövlətini yenə də bacardığım qədər sadələşdirmişəm. Qısa şəkildə sizə izah edəcəm. Ən vacib məqamlara toxunacağıq. Testlərə daha çox nələr düşür, onlara burada daha çox diqqət ayıracağıq. Və ona görə də mən başlayıram mövzunu izah etməyə. Və sizdən də çox-çox xahişim budur ki, sadəcə diqqətlə izləyin. Deməli, əziz abituriyentlər, bu xəritə eradan əvvəl 11-9-cu əsrlərə aid bir xəritədir, yəni 2-1-ci minilliyə aid xəritələrdir. Və eradan əvvəl 11-9-cu əsrdə Urmiya gölü hövzəsində bir sıra vilayətlər mövcud idi. Yəni, vahid Manna dövləti, mərkəzləşmiş Manna dövləti hələ yaranmamışdan öncə, yəni bu bildiyimiz Manna dövləti yaranmamışdan öncə hələ bu vilayətlər şəklində idi. Hər bir vilayətin öz başçısı, mərkəzi şəhər qalası var idi. Və əziz abituriyentlər, Aşşurlar bu vilayət hakimləri ki var idi ya, tayfa başçılarına fərqləndirmək üçün onlara deyirdilər şarrani, yəni hökmdar adlandırırdılar. Və bu gördüyümüz vilayətlər içərisində, bu Mannanın ki nə qədər ki vilayəti var ya, burada Gizilbunda, Buşdu, nə bilim Zikertu, Messi və s. Bunların içərisində ən böyüyü Zamua vilayəti idi ki, Urmiya gölünün cənubunda yerləşirdi. Bəli, bunlardan ən böyüyü Zamua vilayəti idi. Və bu ərazi, yəni Zamua ərazisi Lullubilərin yaşadığı ərazi olmuşdu. Yəni, Manna dövlətinin, belə deyim də, yaranıb, Manna dövləti eradan və 9-cu əsrdə yaranandan sonra da hələ bu Manna dövlətinə də deyirdilər Lullubilər ölkəsi. Yaxud da belə deyim də qısası, Mannalılar Lullubilərin, Kotilərin varisləri hesab olunurdular. Ona görə bunlara deyirlər Lullubilər ölkəsi. Deməli, az öncə xəritə üzərində göstərdiyim bu vilayətlər, demək ki, tez-tez şərqin qüdrətli dövlətlərin hücumuna məruz qalır. Çünki vahid dövlət yoxdur. Aşşur və Urartu kimi dövlətlərin hücumlarına məruz qalırlar. Və bütün bunlar Urmiya gölü hövzəsindəki xırda vilayətlərin birləşməsini yad ellərə qarşı birgə mübarizə aparması zəruri edirdi. Bəli, bunun nəticəsində də bu vilayətlər içərisində ən güclü olan, ən böyük olan Zamua hakimlərin səyi nəticəsində könüllü ya da zor gücünə nə edəcəklər? Vilayətləri birləşdirəcəklər, eradan və 9-cu əsrdə Manna dövlətinin əsasını qoyacaqlar. Və Manna dövləti dövlətçilik ənənəsini miras qoymuş ilk dövlətimiz hesab olunacaq. Daha sonra yaranan dövlətlərimiz üçün bir örnək olacaq. Və paytaxtı İzurtu şəhəri olacaq. Manna dövlətinin yaranmasının səbəblərinə baxaraq, testdə qarşıma çox çıxıb bu sosial-iqtisadi inkişaf, qonşu ölkələrlə əlaqələr, Aşşur və Urartunun hücumları. Bəli, Aşşur və Urartunun hücumları. Manna adına ilk dəfə olaraq, əziz abituriyentlər, eradan əvvəl 843-cü Aşşur mənbələrində adı çəkilir. Aşşur hökmdarı 3-cü Salmanasarın Mixi yazılı kitabəsində Mannanın adı keçir. Və orada ilk dəfə olaraq Manna hökmdarının da adı çəkilir, Udakinin adı çəkilir. Mannanın ərazisi və əhalisi. İndiki Cənub Azərbaycan torpaqlarını, şimalda Araz çayı ilə həmsərhəd idi, cənub-şərqdə Midiya, qərbdə Aşşur, şimal-qərbdə Urartu. Baxın, xəritə üzərində göstərirəm. Görürsünüz, şimalda Araz çayı ilə, cənubda Midiya, yəni cənub-qərbdə Midiya, üzr istəyirəm, cənub-şərqdə Midiya, cənub-qərbdə Aşşur, qərbdə də Urartu kimi dövlətlərlə sərhəd idi. Və, əziz yoldaşlar, Mannanın əhalisi türk dilli idi və Kuti, Lullubi, Su, Turuki tayfaların varisləri hesab olunurdular. Az öncə dedim ki, hətta Manna dövlətinə Lullubilər ölkəsi də deyilir və əhalisi 4 təbəqəyə bölünürdü. Əyanlar, sənətkarlar, kəndlilər və qullar. Və bu sizə Misirlə oxşar cəhəti düşə bilər. Qoy bunu burada vurğulayım yadımdaykən. Manna ilə Misirin oxşar cəhəti bu ola bilər ki, əhalinin 3-cü təbəqəsində kimlər daxildir? Kəndlilər. Manna dövləti quruluşuna görə necə idarə olunurdu? Bəli, ictimai cəhətdən qullar, siyasətdə monarxiya dövləti hesab olunurdu. Yəni, monarxiya tək başına hakimiyyət. Və dövləti kim idarə edirdi? Hökmdar.
Hökmdar hakimiyyəti qəbilə tayfa başçılarından yaransa da, eradan əvvəl 8-ci əsrdən başlayaraq, yəni 8-ci əsrin ikinci yarısından başlayaraq İranzunun dövründə artıq hakimiyyət necə olacaq? Atadan oğula, yəni irsən ötürülməyə başlayacaq. Beləliklə, dövlət idarə etmə üsuluna görə monarxiya olacaq. Və mərkəzləşmiş qaydada idarə olunmağa başlayacaq bu dövlət. Vilayətləri canişinlər idarə edəcək. Hökmdar yanında Ağsaqqallar Şurası fəaliyyət göstərəcək. Aratda da olduğu kimi. Bax, bunu xüsusi olaraq qeyd eləmişəm. Çünki Aratta dövlətindən biz danışanda orada da deyirdik ki, Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Amma fərq nə idi? Mannada ən son qərarı hökmdar verirdi. Yəni, Ağsaqqallar məsləhətçi orqan rolunu oynasalar da, ən son qərarı kim verirdi Mannada? Hökmdar. Gələk Manna hökmdarlarından danışaq. İranzu eradan əvvəl 740-19-cu illərdə hakimiyyətdə olub və hakimiyyətə gələndə ölkə çox qarışıq bir durumda idi və qarşısına iki vəzifə qoymuşdu. Birinci vəzifəsi bu idi ki, bütün vilayətləri birləşdirib mərkəzi hakimiyyətə tabe etmək və güclü bir dövlət, mərkəzləşmiş dövlət yaratmaq. İkinci nə idi? Ölkəni xarici hücumlardan qorumaq. Adam başlayır nə etməyə? Vilayətləri mərkəzi hakimiyyətin dayağına çevirmək üçün vilayət hakimlərini idarəçilikdən uzaqlaşdırır və onların yerinə öz adamlarını və yaxud da canişinlər təyin edir. Beləliklə, İranzu Mannada mərkəzləşdirilmiş dövlət və yaxud da canişin sistemini yaratdı. Bəli, xarici siyasətindən də nə idi əsas məsələ? Urartu təcavüzündən qorunmaq. Bəli, çünki Urartu tez-tez Manna ərazilərini, vilayətlərini hücumlar təşkil edirdi. Təbii ki, Aşşur da hücum edirdi. Amma Manna bunlardan, yəni İranzu bunlardan ən güclü olanı seçəcək. Hansı? Aşşuru. Bəli, Aşşurla yaxınlaşaraq müttəfiqlik münasibətləri yaradır. Beləliklə, Urartuya qarşı mübarizə aparacaq. Bəli, eradan əvvəl 735-ci ildə Aşşur Urartunu məğlub eləyir və bu qələbədən istifadə edən Mannada, yəni İran hökmdarı Mannada nə edir? Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytarır və beləliklə güclü dövlətə çevrilir. İranzunun dövründə Azərbaycanın bütün cənub torpağını öz hakimiyyətində birləşdirir və qədim şərqin güclü dövlətlərindən birinə çevrildi. Bəli, bundan sonra Urartunun Mannaya qarşı siyasəti dəyişdi. Gördük ki, artıq hücum etməklə iş alınmır, Mannanın Aşşur kimi güclü dövləti var, mən hər hücum eləyəndə məğlub edilir. Ona görə dedi, neyiniyim? Ən yaxşısı nədir? Mannanı daxildən parçalayacağım. Necə? Keçmiş vilayət hakimlərini, canişinlərini İranzuyan əleyhinə qaldırmaqla. Bəli, bəzi yeni canişinlər ki var idi, öz ərazilərində müstəqil olmaq arzusu ilə və Urartunun əsl məqsədini anlamadan Urartunun tərəfinə keçirlər. İndi Urartu hökmdarı 1-ci Rusiyaya digərlərin indi hansısa vədlər verirlər bu vilayət hakimlərinə, canişinlərə və İranzuya qarşı qaldırır bunları. Və ilk olaraq da belə çıxışlar və yaxud da üsyanlar harada başlayır? Zikertuda. Bəli, ayrılır Mannadan və digər vilayətlərdə ardıcı. Aşşur hökmdarı 2-ci Sarqonun Manna yürüşünə baxaq və səbəb. Deməli, evdən və 719-cu ildə Şuandahul və Durdukka şəhərlərində İranzuya qarşı üsyanlar qalxır. Üsyanların da səbəblərini dedik. İranzunun birləşdirmə və mərkəzləşdirmə siyasətinə qarşı ki, çıxırdı bu vilayət hakimləri, canişinlər. Niyə? Çünki vilayət hakimləri və canişinlər öz hakimiyyətlərini itirmək istəmirdilər. İranzuya tabi olmaq istəmirdilər, mərkəzi hakimiyyətə tabi olmaq istəmirdilər. Ona görə də neynədə üsyana qalxdılar. Və üsyanı yatırmaq üçün İranzu neynir? Aşşurdan kömək istəyir. Çünki müttəfiq idi bunlar. Mannada öz mövqeyini gücləndirmək istəyən Aşşur üçün bir bəhanə olur bu və dərhal hərəkətə keçir. Elə həmin ildə, yəni 719-cu ildə üsyancı şəhərlər, vilayətlər darmadağın edilir, əhalisi isə bir hissəsi Aşşura sürgün edilir və ərazi və şəhərləri isə İranzunun hakimiyyətini yenidən qaytarır 2-ci Sarqon. Lakin buna baxmayaraq hələ də narazılıqlar qalırdı və belə bir vaxtda İranzu vəfat eləyir və onun yerinə oğlu Aza gəlir. Aza da çox az hakimiyyətdə olur. Atası kimi ölkədə sabitlik yaratmaq və mərkəzi hakimiyyəti möhkəmləndirmək istəyir. Lakin bu nəticəsiz qalır. Çünki 716-cı ildə eradan əvvəl
Uavş dağında və yaxud da Səhənd də deyirik buna. Səhənd dağı yaxınlığında baş vermiş Urartu meyilli canişinlərlə baş vermiş döyüşdə onlar tərəfindən sui-qəsd nəticəsində öldürülür. Bəli, Urartu meyilli canişinlər tərəfindən sui-qəsd nəticəsində öldürülür və bundan da istifadə edən Urartu hökmdarı 1-ci Rusiya nə edir? Mannanın şimal və şimal-şərq vilayətlərini qarət edərək 22 Manna qalasını ələ keçirir. Bəli, bu da Azanın dövrü. Və Azanın ölümü ilə hakimiyyətə İranzunun digər oğlu Ullusun gəlir. Bəli, və bu da nə edir? Keçir Urartu meyilli canişinlərin tərəfinə. Aşşur qalır, keçir Urartunun tərəfinə. Rusiya onu Manna hökmdarı kimi tanıyır. Bəli, və əvəzində isə Ullusunu 1-ci Rusiyanın işğal etdiyi vilayətlərin və qalaların Urartuya verilməsi razılaşır. Belə deyim də, yəni Ullusunun hakimiyyətə gəlməsində 1-ci Rusiya kömək eləyir. Və bundan öncə də o Mannanın 22 qalasını tutmuşdu. Ullusun da deyir ki, neyini? O qalalar qalsın səndə və yaxud da tutduğun ərazilər. Və bundan qəzəblənən 2-ci Sarqon Mannaya yenidən yürüş eləyir. Yəni Aşşur hökmdarı 2-ci Sarqon. Səbəb də bu idi ki, Manna hökmdarı Ullusunu Aşşurla olan ittifaqı pozmuşdu və Urartu ilə yaxınlaşmışdı. Bəli, az öncə vurğuladım bunu. Və Aşşurun Urmi hövzəsindəki mövqeləri təhlükə altında idi. Yəni Urartu həmin o ərazilərə təhlükə yaratmaq istəyirdi və yaxud da yaratmışdı artıq. Nəticədə nə olacaq? Deməli, 2-ci Sarqon Mannanı tutur, İzirtu qarət edilir, talan edilir, Urartu meyilli qüvvələr məğlub edilir. Bundan da qorxuya düşən Ullusunu gəlir Sarqondan üzr istəyir, deyir ki, qaqaq bağışla bilmədim, bir də bu səhv eləmərəm və beləliklə 2-ci Sarqon Ullusunu əfv eləyir və Urartuya verməyə məcbur olduğu qalalar ona qaytarıldı, yəni Ullusunuya qaytarıldı. Aşşurun siyasi ağalığını yenidən tanıdı və hakimiyyətin sonuna qədər Aşşurla ittifaqı pozmadı Ullusunu. Və 2-ci Sarqonun ən uğurlu yürüşlərindən, ən böyük yürüşlərindən biri 714-cü yürüşdür. Sirdaqqa şəhərində iki hökmdar arasında bir anlaşma olur və anlaşmanın şərtlərinə görə deyilir ki, Manna Aşşura xərac ödəməli, Erdoğan və 714-cü Sirdaqqa anlaşmasına görə Manna Aşşura xərac ödəməli və Ullusunu Aşşur ordusunu ərzaqla təmin etməlidir. Bu testə düşəcək əzab trenddə. Diqqətli olun, bax. Bu izah etdiyim hər bir cümlədə testə düşəcək. Manna Aşşura xərac ödəməli və Ullusunu Aşşur ordusunu ərzaqla təmin etməlidir. 2-ci Sarqon isə Urartunun işğal etdiyi əraziləri azad etməyə söz verirdi və sözündə tutur. Elə həmin ildə Rusiyanı məğlub eləyir və Manna işğal olunmuş bütün torpaqlarını azad eləyir və bununla da Urartu bir daha Mannanın daxili işlərinə qarışa bilmir. Bəli, Urartunun bu məğlubiyyətindən sonra Manna öz ərazilərini daha da genişləndirir və Urmiya gölünün şimaldakı əraziləri də öz hakimiyyəti altına alır. Ahşeri. Ahşeri nə edir? Eradan əvvəl, demək, 7-ci əsrdə Cənubi Qafqaza türk axınları baş verir. Yəni İskitlərin köçü baş verir. Və bu da arxalanır türk mənşəli tayfalara, bu döyüşən tayfalara, bunlarla ittifaqa girir və başlayır Aşşurla ittifaqı pozmağa, müstəqil, testə düşəcək. Aşşur, Manna hökmdarı Ahşer müstəqil xarici siyasət yürütmüşdü, digər hökmdarlarla fərqli olaraq. Müstəqil xarici siyasət yürütməyə başlayır və Aşşura xərac ödəməyə göndərməyi dayandırır. Yəni xərac, necə ki bundan öncə Manna Aşşura xərac ödəyirdi, Ahşer gələn kimi bu xərac göndərməyi dayandırır. Və hətta qonşusu Midiyada Aşşur əleyhinə üsyanlar baş verir. Həmin o üsyanlara da kömək göndərir Ahşerə, yəni Aşşura qarşı. Aşşurun hətta adam o qədər cəsarət tapır ki özündə, Aşşurun sərhəd dəstələrinə və onun torpaqlarına hücum edərək sərhəd qalalarını tutur. Sərhəd qarnizonlarına da hücum edir. Və bundan qəzəblənən Aşşurbanipal, yəni Aşşur hökmdarı, Aşşurbanipal nə edir? Mannaya hücum edir. Səbəb də nə idi? Ahşerin Aşşurla olan ittifaqı pozması idi. Bəli, nəticədə nə olacaq? Aşşurbanipal İskitlərin bir tərəfinə nail olacaq. Manna İskit ittifaqını pozacaq və Manna qalacaq tək, yəni müttəfiqsiz. Və 650-ci ildə Manna Aşşurbanipalın hücumuna məruz qalacaq. Baş verən döyüşdə Aşşur ordusu qalib gəlir. İzirtu tutularaq yandırılıb qarət olunacaq və əhali qarət talanlara məruz qalacaq. Bundan da qəzəblənən əhali, yəni Aşşur
tərəfdarı olan əhali nə edirlər? Ahşerini üsyan eləyirlər və üsyan qaldıraraq Ahşerini öldürürlər. Və ondan sonra hakimiyyətə o halde gəlir. Ahşerdən sonra hakimiyyətə gəlir və Aşşur dövləti ilə münasibətləri bərpa edir. Aydındır və ənənəvi ittifaq bərpa olunur və Aşşur ilə ittifaqa sadiq qalır. Manna dövlətinin süqutuna bir dənə nəzər salalım. Eradan əvvəl 7-ci əsrin sonlarında Midiya və Babil kimi dövlətlər güclənməyə başlayır. Yəni artıq Aşşur dövləti zəiflədiyi bir dönəmdə və Manna burada yəni xarici siyasətdə bir səhvə yol verir. Güclünün yanında olmaq əvəzinə zəifləməkdə olan Aşşur dövlətinə nə edir? Öz ordusu ilə kömək göndərir. Çünki Aşşur dövləti Midiya və Babil dövlətləri tərəfindən təklənmişdi. Manna da müttəfiqliyə sadiq qalaraq, yəni Aşşurla müttəfiqliyə sadiq qalaraq kömək göndərir. Lakin Birləşmiş Babil Aşşur qüvvələri nə edir? Üzr istəyirəm, Birləşmiş Babil Midiya qüvvələri Aşşuru məğlub eləyir. Eradan əvvəl, onu burada qeyd eləməmişəm, yadımdan çıxıb. Eradan əvvəl 605-ci ildə Aşşur dövlətinin varlığına son qoyurlar. Və bir neçə il sonra isə, eradan əvvəl 590-cı ildə isə Midiya Mannanın varlığına son qoyur. Bəli. Və Mannanın təsərrüfat həyatına nəzər salağım. Əhalisi yaylar, qışlar malları ilə məşğul idilər. Burada cins atlar yetişdirilirdi. Necə ki, Atropatenada da bu var, oxşar cəhət götürə bilərik. Və 2-ci Sargon, Uşkaya və Tarmakis qalalar arasında yerləşən yaşayış məskənlərini İlxılar evi adlandırmışdı. Və burada Subi vilayətində xüsusi atlar yetişdirilirdi və atçılıq üzrə fərqlənirdi. Həmçinin əsərdə tapılmış iri şərab küpləri Mannada üzümçülüyün inkişaf elədiyini göstərirdi. Sənətkarlıqda qızıldan müxtəlif əşyalar, gildən saxsı qablar hazırlanırdı. Möhürlərdən istifadə olunub Albaniya oxşar cəhət testə düşə bilər, xüsusi diqqət eləyin. Həsənlidə tapılmış və Ziviyədə tapılmış tapıntılar haqqında qısaca olsa deyim. Deməli, Həsənlidə tapılmış qızıl cam, üzərindəki günəş, ay və tufan təsvirləri Mannada çox tanrılığı ifadə edirdi. Bir cümlə ilə yadda saxlayın, getsin. Ziviyədə tapılmış qızıl camın üzərində təsvir olunan dirilik ağacı təbiətin ölməsi və dirilməsi ilə bağlı idi. Və salam. Və bunları birləşdirsə, testə düşəcək. Bu cümlələri mən dəfələrlə görmüşəm. Həsənli və Ziviyə tapıntıları nə idi? Mannalıların həm miqyası ilə tanış, Həsənli və Ziviyə tapıntıları Mannada metal işləmə sənətini inkişaf etdiyini göstərirdi. Və xüsusi olaraq da bir qeydi də göstərim. Mannalılar həm miqyası ilə tanış idilər, həm də öz yazıları olan, yerli yazı olan hieroglif yazı. Misirdən oxşar cəhət, Çindən oxşar cəhət. Misir, Manna və Çin, bunlar hər üçü də hieroglif yazıdan istifadə edir. Bunu da xüsusi olaraq qeyd elədim. Və burada oxşar fərqli cəhətlər var, testlərdə də çox düşür. Aradda və Manna dövlətinin oxşar cəhət. Urmiya gölü hövzəsində yaranmış və hökmdarlar tərəfindən idarə olunurdular. Hökmdar yanında ağsaqqallar şurası fəaliyyət göstərdi, bayaq vurğuladım. Lakin Aradda da necə idi? Qərarlar səs çoxluğu qəbul olunduğu halda Mannada ən son qərarı hökmdar verirdi. Bəli. Və çox tanrılıq mövcud idi. Kutilərlə Mannalıların oxşar cəhəti nə idi? Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində yaranmışlar. Vilayətlərə bölünürdülər, vilayətləri canişinlər idarə edirdi. İki çay arası dövlətlərin işğalçı hissəsinə qarşı birgə mübarizə aparmışdılar. Bəli, və çox tanrılıq mövcud idilər. Sağ olun əziz abituriyentlər, hər birinizə uğurlar.